Dəyərli müəllimlər, 6-cı mövzumuz oduncağın emalı texnologiyasıdır. Quraşdırma elementləri olan məmulatların spesifikasiyası. Quraşdırma nədir? Quraşdırma hesablamaları yerinə yetirməklə planlaşdırmaq, qurmaq, tikmək deməkdir. Cihazlar, maşınlar, geyim, mebel, uşaq oyuncaqları, diş fırçaları, bir sözlə bütün avadanlıqlar, məmulatlar quraşdırılma prosesinin nəticəsidir. Yəni bunlar hər birisi quraşdırma nəticəsində əldə olunan məhsullardır. Quraşdırma hər hansısa bir məmulatın qurğunun, əşyanın hazırlanmasına yönəlmiş yaradıcı bir prosesdir. Deməli, quraşdırılma necə bir prosesdir? Yaradıcı prosesdir. Yəni, konstruksiyaların yaradılması üzərində çoxsaylı mütəxəssislərdən ibarət qruplar işləyir. Yeni texniki ideyaların, kəşflərin həyata keçirilməsi tək və ya kollektiv ixtiraçı əməyin məhsuludur. Hazırlama prosesində istənilən məmulat müəyyən mərhələdən keçir. Konstruktorun beynində yaranan ilkin ideya sonrakı mərhələlərdə sözlə təsvirə, rəsmə, sxemə, çertyoja və s. Belə deyək, mərhələlərdən keçir, yəni çevrilir. Məmulat haqqında tam məlumat daşıyan bütün bu mətn və təsvir, qrafik sənədləri konstruktor sənədləri adlanır. Deməli, konstruktor sənədi nədir? Məmulat haqqında tam məlumat daşıyan bütün mətn və təsvir və yaxud da ki, qrafik sənədləri konstruktor sənədləri adlanır. Quraşdırma sənədləri məmulatın işlənməsi, onun hazırlanması, nəzarət və istismarı üçün lazım olan məlumat bazasıdır. Deməli, quraşdırma sənədləri nədir? Quraşdırma sənədləri detalın çertyoju, quraşdırma çertyoju, daha doğrusu, üzr istəyirəm, quraşdırma sənədləri məmulatın işlənməsi, onun hazırlanması, nəzarət və istismarı üçün lazım olan məlumat bazasıdır quraşdırma sənədləri. Bəs quraşdırma, bu deyək ki, quraşdırma sənədlərinin nə olduğunu deyir. Bəs quraşdırma sənədlərinə nələr daxildir? Burada artıq çertyojlar, hansı ki, detalın çertyoju, quraşdırma çertyoju, spesifikasiya ilə birlikdə ümumi görünüş çertyoju, həmçinin təlimat və sxemlər aiddir. Deməli, müəllimlər, burada qarışdırmırıq. Quraşdırma sənədləri nədir desə, deyirik ki, onun hazırlanması, istismarı, nəzarəti, yəni bunlar yazılı olan bir məlumat bazasıdır. Amma ki, desə ki, quraşdırma sənədlərinə nələr daxildir? O zaman deyirik ki, quraşdırma sənədləri hansılardır? Onda isə artıq burada sadalananları, hansı ki, bayaq dediyim kimi quraşdırma çertyoju, spesifikasiyanın ümumi görünüş çertyoju, təlimat və sxemlər və detalın çertyoju bura aid olunur. Sonra burada şəkil 1-də quş yuvasının quraşdırma çertyojunu göstərir müəllimlər, həm də spesifikasiyasını qeyd edir. Deməli, baxırsınız, burada ön divar, sonra ön divar, yan divar, arxa divarlar ölçülərini göstərir. Bilirsiniz, baxın ki, yəni görün ki, bu nəyin? Əgər sizə verər ki, bu hansı görünüşdür, baxırıq deyirik, quş yuvasının çertyoju və spesifikasiyasıdır. Deməli, sonra burada göstərir ki, cədvəlin içərisində göstərir. Nədir burada? Neçə dənə ön divar var, sayı, neçə dənə yan divar var, alt divar, arxa divar, qapaq. Sonra material nədir? Fanerdən hazırlanıb, material olaraq fanerdən istifadə olunub və burada isə ölçüləri qeyd olunur və miqyası isə 1-in 1-ə miqyasdadır. Daha sonra gəlirik detalın çertyoju nədir? Detalın çertyoju onun təsvirini, hazırlanması üçün lazım olan ölçüləri və digər məlumatları əks etdirir. Detalın çertyoju, yəni ümumi bir çertyojdur. Onun təsvirini, hazırlanması üçün lazım olan ölçüləri və digər məlumatları əks etdirir detalın çertyoju. Məmulat bir neçə detalın birləşməsindən ibarət olduqda, onun quraşdırma çertyoju işlənib hazırlanır. Quraşdırma necə olur? Bir neçə detaldan ibarətdirsə, onun quraşdırma çertyoju işlənib hazırlanır. Quraşdırma çertyojunda məmulatın detalların bir-biri ilə birləşmə üsul və ardıcıllığı göstərir. Demək, quraşdırma çertyojunda nə göstərilir? Quraşdırma çertyojunda məmulatın detallarının bir-biri ilə birləşmə üsul və ardıcıllığı. Quraşdırma çertyojunda birləşmə üsul və ardıcıllığı
göstərilir. Deməli, quraşdırma çertyojunda birləşmə üsul və ardıcıllıq. Üsul və ardıcıllıq sahətləri görəsiz Ü və A. Bunları görürsə bilirik, bu quraşdırma çertyojudur. Məmulata daxil olan bütün detallar spesifikasiyada sadalanır. Detalların quraşdırma çertyojundakı nömrələri ilə spesifikasiyadakılar eyni olmalıdır. Yəni, quraşdırma çertyojunda olan nömrələr spesifikasiyanın eyni olmalıdır. Sonra, ümumi görünüş çertyoju nədir? Məmulatın quruluşunu əks etdirir, onun əsas tərkib hissələrinin qarşılıqlı əlaqəsini və məmulatın iş prinsipini izah edir. Deməli, ümumi görünüş çertyoju nə oldu? Məmulatın quruluşunu əks etdirir, yəni ümumi görünüşünü. Onun əsas tərkib hissələrinin qarşılıqlı əlaqəsini və məmulatın iş prinsipini izah edir. Qarşılıqlı əlaqə və iş prinsipi. Çertyojda spesifikasiya ilə çertyoja spesifikasiyada əlavə edilməlidir. Bəli, bilirik ki, hər bir çertyojun sağ küncündə onun bir cədvəl yerləşir ki, orada da məlumatın adı, materialı, miqyası, bu haqda məlumatlar yerləşir. Çertyojun aşağı sağ küncündə bu da adlanır spesifikasiya. Sonra məmulatın, daha doğrusu təlimatın tərkibində məmulatın hazırlanması, yığılması, tənzimlənməsi və ona nəzarətinə dair göstərişlər olur. Sonra, baxın bu təlimatdır. Deməli, təlimatda nə olur? Təlimatın tərkibində məlumatın hazırlanması, yığılması, tənzimlənməsi və nəzarətinə dair göstərişlər olur. Təlimatda. Baxın, təlimat, necə deyim, hər hansısa bir şey quraşdıran zaman oyuncaqları falan, onun içərisində bir təlimat çıxır. Və yaxud da ki, oyuncaq olmasa başqa bir şey olsun. Kağız, vərəqə çıxır onun içərisindən, nəsə bir avadanlıq, məişət texnikası belə içərisində onun təlimatı olur ki, yəni bu hansı formada yığılmalıdır, tənzimlənməsidir, ona necə nəzarət olunur, tərkib hissələridir. Hər biri həmin təlimatın içində qeyd olunur. Baxın, bu təlimatdır. Şərti işarələr şəklində olan sxem məmulatın tərkib hissələrini və onların qarşılıqlı əlaqəsini əks etdirir. Bu isə artıq şərti işarələri deyil. Sxemi deyir ki, şərti işarələr şəklində olan sxem şərti işarələr şəklində olan sxem məmulatın tərkib hissələrini və onların qarşılıqlı əlaqəsini təsirini əks etdirir. Bu nədir? Bu isə sxemə aiddir. Hansı ki, burada demişdik, təlimatlar və sxemlər aiddir quraşdırma sənədinə. Həmçinin bu təlimat, bu isə sxem haqqında olan məlumatdır. Qarşılıqlı təsirini əks etdirir. Sonra, quraşdırma praktikasında təsvirin ilkin forması olan texniki rəsm böyük əhəmiyyət kəsb edir. Çox vaxt layihə yaratmağa başlayanda dizayner və mühəndis öz fəaliyyətini texniki rəsm çəkməklə başlayır. Bu, onunla izah olunur ki, texniki rəsm çertyoja nisbətən daha əyanidir və daha tez yerinə yetirilir. Deməli, hansı, belə deyək, sxemə əsasən texniki təsvir daha əyanidir, daha tezdir. Çertyoja əsasən nə? Təbii ki, texniki təsvir. Texniki rəsm nədir bəs? Deməli, nədir? Daha əyanidir və daha tez yerinə yetirilir. Texniki rəsm özü ölçmə və rəsm alətlərindən istifadə etmədən gözlə, əllə yerinə yetirilmiş bir rəsmdir. Texniki rəsm ölçmə və rəsm alətləri olmadan, bunlardan istifadə etmədən, sadəcə gözlə və əllə yerinə yetirilmiş bir rəsmdir. Bütün məmulat və pəstahlar müəyyən bir texnoloji prosesin yerinə yetirilməsi nəticəsində hasil olunur. Müəllimlər, pəstah nədir? Pəstah sonradan emal yolu ilə hazır məmulat almaq üçün nəzərdə tutulan bir yarım məhsuldur. Biz 5-ci sinifdə demişdik ki, pəstah hazırlanacaq məmulat üçün seçilmiş müəyyən ölçülü bir materialdır. Həmçinin 7-ci sinifdə də burada qeyd edilir ki, pəstah sonradan hazırlanması üçün artıq ondan hər hansısa bir məmulat hazırlamaq üçün nəzərdə tutulmuş yarım məhsuldur.
Bu da pəstahın bir digər tərifidir. Sonra texnoloji proses nədir? Texnoloji proses istehsal prosesinin bir hissəsi olub, əmək əşyasının dəyişdirilməsi və ya onun vəziyyətini müəyyənləşdirməsi üçün məqsədyönlü bir fəaliyyətdir. Əmək əşyalarına pəstahlar aid edilir. Deməli, texnoloji proses nə oldu? İstehsal prosesinin bir hissəsi oldu. Əmək əşyasının dəyişdirilməsi, vəziyyətinin müəyyənləşdirilməsi üçün məqsədyönlü bir fəaliyyətdir. Bəs texnoloji əməliyyat nədir? Texnoloji əməliyyat eyni iş yerində bir və ya bir neçə fəhlənin bir və ya bir neçə emal olunan və yığılan məmulat üzərində fasiləsiz yerinə yetirdikləri bir texnoloji prosesin bir hissəsidir. Baxın, texnoloji prosesin bir hissəsidir deyirsə, bu texnoloji əməliyyatdır. Əgər görürük deyirsə, məqsədyönlü fəaliyyətdir, əmək əşyasının dəyişdirilməsidir. Bu isə texnoloji prosesdir. Texnoloji proses görürüksə, sonda texnoloji prosesin bir hissəsidir. Bu olur texnoloji əməliyyat. Həmçində texnoloji əməliyyatı sanki bir əməliyyat prosesi kimi bir neçə, baxın burada da deyir, sanki bir neçə fəhlə, bir neçə həkim əməliyyatları icra edir, fasiləsiz yerinə yetirir. Yəni bunu görsəz, bir neçə fəhlənin, bir neçə emal olunan, yığılan məmulat üzərində yerinə yetirdikləri işi, bunu əməliyyat görürsünüz. Əməliyyatı adətən həkimlər girir əməliyyat proseslərinə. Burada texnoloji əməliyyatı, burada işləyən bir neçə fəhləni həkim kimi nəzərimizdə saxlasaq, asanlıqla seçə biləcək ki, bu texnoloji əməliyyatdır. Texnoloji əməliyyat müxtəlif texnoloji keçidlərdən ibarətdir. Deməli, texnoloji əməliyyat nədir? Müxtəlif texnoloji keçidlərdən ibarətdir. Eyni texnoloji təchizat vasitəsilə yerinə yetirilən texnoloji əməliyyatın başa çatmış hissəsi texnoloji keçid adlanır. Deməli, texnoloji keçid nədir? Deyir ki, texnoloji keçid eyni texnoloji təchizat vasitəsilə yerinə yetirilən texnoloji əməliyyatın başa çatmış hissəsi texnoloji keçid adlanır. Yəni ki, texnoloji keçid nədir? Yəni bir əməliyyat artıq başa çatıb, yetib, artıq bu əməliyyat hazırdır və digər bir texnoloji keçidə keçir, digər bir əməliyyata keçirik. Bu artıq texnoloji keçid adlanır. Məmulatın quraşdırma sənədlərindən başqa texnoloji sənədlər də var. Deməli, texnoloji sənədləri hansıdır? Texnoloji sənədlər isə qrafik və mətn sənədləridir. Texnoloji sənədləri qrafik və mətn sənədləridir. Bu sənədlər məmulatın hazırlanma texnologiyasını təyin edir və texnoloji sənədlərə texnoloji xəritə, marşrut xəritəsi və əməliyyat xəritəsi aid olunur. Deməlidir ki, texnoloji sənədlər qrafik və mətn sənədidir. Bu sənədlər məmulatın hazırlanmasını təyin edir. Deməli, hansı sənədlər məmulatın hazırlanmasını təyin edir? Texnoloji sənədlər. Texnoloji sənədlərə nə daxildir? Texnoloji xəritə, marşrut xəritəsi və əməliyyat xəritəsi. Texnoloji xəritə nədir? Texnoloji əməliyyatlar, materiallar göstərilməklə detalların tam hazırlanma prosesini əks etdirir. Başqa sözlə desək, texnoloji xəritədə məmulatın bütün emal prosesini özündə əks etdirən əməliyyatlar, onların tərkib hissələri, materiallar, istehsal avadanlıqları, məmulatın hazırlanması üçün texnoloji rejimlər haqqında ətraflı məlumat verən texnoloji sənəd formasıdır. Deməli, müəllimlər, burada baxın, texnoloji xəritədə belə deyək ki, hər bir məlumat haqqında bir məlumat verir. Onun hazırlanması, texnoloji xəritəsi, tərkib hissələri, materialı, istehsal avadanlığı hər biri haqqında məlumat və burada deyir ki, texnoloji əməliyyatlar, materiallar göstərməklə detalların tam hazırlanma prosesini əks etdirir. Tam hazırlanma prosesini əks etdirir texnoloji xəritə. Bəs marşrut xəritəsi nədir? Marşrut xəritəsi isə iş sənədlərinin tərtibinin bütün mərhələlərində istifadə edilən əsas texnoloji sənəddir. Baxın, texnoloji xəritə ilə qarışdırmayın ha. İş sənədlərinin tərtibinin bütün mərhələlərdə istifadə edilən texnoloji sənəd olur marşrut xəritəsi. İş sənədlərinin və bütün mərhələləri görürsə, bu marşrut xəritəsidir. Həmçinin marşrut xəritəsində deməli, iş, üstəgəl, tamla yadda saxlayırıq. Nədir? Burada nə deyir? Deyir ki, marşrut xəritəsi təchizatların, avadanlıqların, materialların
İşin və s. göstərilməsilə məmulatın müəyyən ardıcıllıqla hazırlanmasının, yəni təmirinin bütün əməliyyatları üzrə aparılan texnoloji prosesin təsvirini özündə cəmləşdirir. Deməli, müəllimlər, tam üstəgələ iş, mən yerlərini dəyişik yazmışdım. Deməli, tam üstəgəl iş nədir? Marşrut xəritəsində, yəni başlıqlarının marşrut xəritəsində təchizatın T, avadanlığın A və materialların A. Nə oldu? Tam. Üstəgəl bircə dənə burada iş sözü var. Göstərilməklə məmulatın müəyyən ardıcıllıqla hazırlanmasını yerinə yetirilən bir təsvirdir. Xəritədir. Deməli, bu aid olduğu marşrut xəritəsinə. Tam üstəgəl iş görürsə, bu aid olur marşrut xəritəsinə. Bütün əməliyyatlarda mərhələlərində yerinə yetirilir. Yəni iş sənədlərinin bütün tərtibatlarında, mərhələlərində olan sənəd marşrut xəritəsidir. Texnoloji xəritə isə ardıcıllıqlar, materiallar göstərilməklə və tam hazırlanma prosesini əks etdirir. Bu isə texnoloji xəritəyə aiddir. Həmçində burada tərkib hissələri, material, avadanlıq, bunlar isə texnoloji xəritəyə aid hesab olunur. Sonra əməliyyat xəritəsi keçidlərin, qurğuların və tətbiq edilən alətlərin siyahısıdır. Çox zaman testlərə zaten bu hissə düşür. Deməli, əməliyyat xəritəsi nə oldu? Keçidlərin, qurğuların, tətbiq edilən alətlərin siyahısıdır. Bu isə əməliyyat xəritəsidir. Məmulatın hazırlanmasında adətən çox sayda mütəxəssis iştirak edir. Konstruktor çertyojlar işləyir. Texnoloq məmulatın detallarının emal texnologiyasını və yığılmasını işləyir. Texnologiyasını, baxın, eyni sözlərdir. Müxtəlif ixtisaslı fəhlələr isə detalları hazırlayır və məmulatı yığır. Kim? Fəhlələr hazırlayır və yığır. Yığma işləri, hazırlama işlərini fəhlələr yerinə yetirir. Nəzarətçilər isə detalın çertyoja uyğunluğunu yoxlayır. Yoxlama varsa kim? Nəzarətçilər. Bütün mütəxəssislər tərəfindən başa düşülməsi və onun oxunması üçün çertyoj ümumi qəbul edilmiş, qaydalara uyğun tərtib edilir.